Tovuzda dəhşətli qəza baş verib, nəticədə 2 nəfər suda boğularaq öldü. Kanal 10 TV Azərbaycan xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon yanğından mühafizə hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən Vaz markalı minik avtomobilinin iştirakı ilə yol nəqliyyat qəzasının baş verdiyi və avtomobilin idarəetməni itirərək su kanalına düşdüyü müəyyən olunub. Yanğınsöndürən xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1996-cı il təvəllüdlü Həziyev Səid Sakitoğlunun meyiti və qəza nəticəsində su kanalına düşən vətəndaş 1987-ci il təvəllüdlü Musayev Arzu Şahmaroğlunun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.